Salam əziz şagirdlər, mən Samir Balaçı. Bugün 12 aprel buraxılış imtahanı 9-cu siniflərin İngilis dili fənnini sizə izah edirəm. Salam əziz şagirdlər, mən Samir Balaçı. Bugün 12 aprel 9-cu siniflər üçün buraxılış imtahanında düşən İngilis dili suallarını sizə izah edirəm. Deməli, dünya görüşünə əsasən deyə bilərik ki, dinləmədə ilk 4 sualı şagird doğru yazıb. 1 Y, 2 A, 3 C, 4 AA, BB. Yəni biz dinləmə mətni hələ ki əlimizdə yoxdur, ancaq çox güman ki cavablar bunlar olacaq. Doğru cavablar etalon çıxandan sonra dinləməni tam bilmiş olacaqsınız. Və biz keçək indi qısa mətnlərə. Deməli, əziz hekayə yazarlar, siz maraqlanırsınız öyrənməklə daha çox ədəbiyyat haqqında. Qoşulun bizim təməl ədəbiyyat kursumuza bu 6-cı gün saat 10-da. Deməli, 6-cı gün saat 10-da olacaq, diqqət edirik. Siz asan metodlar öyrənəcəksiniz hekayə yazmaq üçün, uşaqlara hekayə yazmaq üçün. Bu kurs açıqdır hər kəsə 18 yaş üzərində, baxın, above the age of 18 deyir. Bu şansı ötürümün ki, öz bacarıqlarınızı təkmilləşdirəsiniz və qeydiyyatdan keçin və qatılın kursa heç bir ödəniş eləmədən. Deməli, bir kurs var, bu kursa qoşuluruq, heç bir ödəniş eləmirik, 18 yaşın üzərində olmalıyıq, 6-cı gün saat 10-da başlayır və bizə hekayələr, uşaqlar üçün hekayə yazmaq metodlarını öyrədəcəklər. Burada mətndə A variantında deyir ki, bu icma, mətni yazan da baxın, axırı yazılıb community only for kids. Cəmiyyət tərəfindəndir. Deməli, community istəyir ki, cəmiyyət istəyir ki, öyrətsin uşaqlara, baxın necə kobud səhv seçib şagird, öyrətsin uşaqlara necə hekayə yazmaq lazımdır. Amma bu nə demişdi? 18 yaş üzərində. B variantında kurs baş keçiriləcək hər 6-cı gün il boyu. Burada nə demişdi? Qoşulun bizim kursumuza bu 6-cı gün və burada il boyu söhbəti yoxdur hələ ki. C-də deyir, kurs kömək edəcək uşaqlara, bu yenə yanlışdır. Burada da uşaqlara dediyi üçün B variantı yanlışdır. Every Saturday, throughout the year, bütün il boyu sözü burada yox idi deyə bunu götürmürük. Sonra bura təşkil edir pulsuz kurs hekayə yazarlar üçün, bu doğru cavab olacaq. Və bu kurs tələb edir kiçik bir məbləğdə ödəniş, bunu da tələb etmir. Doğru cavab olur D variantı. 6-cı sualda deyir, biz istəyərdik sizə informasiya verək ki, bizim dükanımız bağlanacaq bugün erkən və saat 5, axşam saat 5-də yəni. Biz burada təmizlik eləyəcəyik və construction, yəni tikinti eləyəcəyik, aralarsa düzəldəcəyik. Zəhmət olmasa əmin olun ki, bitirəsiniz siz shoppinginizi bundan əvvəl, bazarlığı bundan əvvəl bitirəsiniz, bu vaxtdan əvvəl. Təşəkkür edirik anlayışınız üçün. İndi shop manager yazıb bu məktubu, elanı daha doğrusu shop manager elan verir, endirim. İkinci kobud səhvdir, burada heç bir endirimdən söhbət getmir. Y variantında tikinti davam eləyəcək sabah axşama qədər. Xeyr, burada dedi ki, bugün bağlanır, amma nə vaxta qədər davam eləyəcəyi deyilməyib. C-də müştərilərdən xahiş edilir, bitirsinlər shoppingi 5 PM-ə qədər. Bizim doğru cavabımız çox güman ki, budur. Müştərilər başlaya bilər saat 5 PM-dən sonra, sabah belə bir şey yox idi. Sabah dükan bağlanacaq, xeyr dedi ki, bugün bağlanacaq. Yəni, cavab burada olur C variantı. 7-ci suala baxaq. Təşəkkür edirəm mənə kömək elədiyin üçün mənim riyaziyyat ev tapşırığımda keçən həftə. Mən uğur qazandım testimdə sənin köməyinə görə. Gələn həftə mənim final imtahanım olacaq. Science bizdə konkret bilinmir hansı fəndir. Yəni, bu biologiya, təbiət elmləri kimi bir dərsdir. Hər nədirsə, science fənnindən son imtahanımız gələn həftə olacaq. Let's meet soon. Tezliklə görüşək ki, birlikdə yenidən çalışaq. Deməli, keçən həftə kömək eləyib. Bu da testdə uğur qazanıb. Gələn həftə deyir, mənim final imtahanım olacaq. Bir də istəyir ki, ona kömək eləsin. Yazan da kimdir? Emmadır. A-da deyil, istəyir. Burada məktubu yazan Emmadırsa, Sara istəyə bilməz. B-də Sara arzuluyur, səhvdir. Emma uğur qazanıb, yüksək nəticə alıb. Science homework-ından belə bir şey yox idi. Emma Sara'dan xahiş edir, kömək eləsin ona. To study science, doğru cavabımız bu olacaq. Emma kömək eləyib Sara'ya, Sara Emma'ya kömək eləyib. Keçdik növbəti suallara, əziz şagirdlər. Deməli,
Söhbət Komodo drakonlarından gedir. Onlar deməli ən böyük heyvanlardır yer kürəsində. Baxın, mətndə söhbət ən böyük heyvanlardan gedə bilər yer kürəsində. Bu inanılır ki, bu əjdahalar gəliblər Avstraliyadan İndoneziyaya 1000 illər əvvəl və bu heyvanlar böyüyə bilir 3 metr hündürlüyə qədər. Onlar həmçinin ağır olurlar. Bax, vacib detalları işarə edirik. Onlar ağır olurlar, 3 metrə qədər hündürləşə bilirlər, böyüyə bilirlər. Sonra şagirdlər, onlar istifadə edirlər dillərindən öz burunları əvəzinə iyi almaq üçün və onların yaxşı iyi bilmə qabiliyyəti var və bunun üçün də onlar deməli dillərindən istifadə edirlər. Sonra gəldik, bu əjdahalar çox yaxşı ovçulardılar. Onlar heyvanları görə bilir, hansılar ki onlar görmək istəyirlər, ovlamaq istəyirlər. 4 kilometr uzaqdan, yəni ovlamaq istəyirlər, heyvanları 4 kilometr uzaqdan görə bilirlər. Və onlar özlərinin təhlükəli ovçuluq üsulları ilə tanınırlar. Onların var zəhəri ağızlarında, hansı ki ovladıqları heyvanı öldürə bilir bu zəhər vasitəsilə. Və maraqlı bir fakt var bu drakonlar haqqında ki, onlar həmçinin bir-birlərini də yeyə bilirlər. Daha böyükləri, kiçikləri yeyə bilirlər. Və bu drakonlar tezliklə yox olacaqlar və onlar adətən uzaq qalırlar insanlardan. Vulkanlar, yer zəlzələlər və yanğınlar təhlükəlidir bu heyvanlar üçün. Onları qorumaq üçün Komodo Milli Parkı yaradılıb 1980-də və bu parka daxildir bir neçə deməli bir neçə ada daxildir İndoneziyada, harda ki bu drakonlar yaşayırlar. Deməli, baxaq indi suallarımıza. 8-ci sualda bizdən nə istəyir? Yanlışı istəyir uşaqlar. Deməli, A variantında deyir ki, onlar təhlükədədirlər, öz həyatlarını itirmək təhlükəsindədirlər. Yəni, bunlar yox olmaqla qarşı-qarşıyadırlar deyə bunu götürmürük, bizə səhv lazımdır. Uzunluğu təxminən 3 metrdir. Burada əslində hündürlüyü demişdi. Sonra, bunlar gəliblər İndoneziyadan. Baxın, çox bəsit şəkildə burada yazıb. Gəliblər, baxın, görün nə qədər asan sualdır. Gəliblər Avstraliyadan İndoneziyaya. Amma burada nə yazılıb? Bunlar gəliblər İndoneziyadan. Demək ki, səhv olan variant C variantıdır. 9-cu sualda bunlar necə ov edirlər? Onlar istifadə edirlər zəhərlərdən ağızlarındakı heyvanları öldürmək üçün. Bəli, doğrudur, heç digər variantlara ehtiyac yoxdur. Baxmağa tərcüməsini dedim. 10-cu sualda mətndə söhbət nədən gedir? Ən böyük heyvanlardan biri. Ada Avstraliya təbiəti deyil, adalardan söhbət getmir. Onların ovçuluq yollarından, tərzlərindən danışılıb mətndə, amma söhbət sırf bundan getmir. Yəni, ümumiyyətlə bu heyvanlardan gedir. Yaxşı iyi bilmə qabiliyyəti də deyil, cavab olacaq Y variantı. Mətnin ilk sətirlərini tərcümədə mən sizə dedim ki, baxın, ən böyük yer kürəsindəki ən böyük heyvanlardan biri. Demək ki, bunlardan birindən danışılır. 11-ci suala diqqət edirik. Ada deyil 4 kilometr məsafə saxlayırlar bir-birlərindən. Xeyr, o dedi ki, 4 kilometrdən ovlarını görə bilirlər. Onların yaxşı iyi bilmə qabiliyyəti var dillərində. Demək ki, cavab nə olacaq? B variantı. Hücum etmirlər bir-birlərinə, yanlışdır. Deməli, 1 metrə qədər yox, 3 metrə qədər böyüyürlər və yüngüldülər. Xeyr, dedi ki, ağırdılar. Sonra gəldik 12-ci suala. Doğru hansıdır? Birincidə deyir ki, park yaradılıb 20-ci əsrin sonu. 1980-ci il, yəni 20-ci əsrin sonu deməkdir. Ona görə bunu götürürük. 4-cüdə şagird yazıb ki, bu drakonlar qorunma altındadılar. Bəli, qorumağa çalışırlar Milli Parkda, tamam. Bunlar deməli insanlara qarşı mehribandırlar. Belə bir şey yox idi. Diqqət elədinizsə, burada dedilər ki, baxın, zeykən bir-birlərini hətta yeyə bilirlər və orada dedilər ki, bunlar insanlardan uzaqdırlar, uzaq dururlar və insanlara qarşı mehribandırlar kimi bir şey burada yox idi. Bütün İndoneziya adalarına deməli are included, bütün İndoneziya adaları deyildi. Burada bir neçə İndoneziya adası demişdi ki, bura daxildir. Demək ki, doğru cavab 1-4 idi.
13-cü suala baxaq əziz şagirdlər. Verb plus verb qaydası var burada. Fiil üstəgəl fiil qaydasında decide fiilindən sonra gələn məsdər to ilə olur. Cavab ona görə A variantı olur. 14-cü suala baxaq. Əz-əzin arasında adi dərəcəli sifət işlənir deyə B variantı. 15-ci sual worry. A variantında make a loud high cry, uzadan qışqırmaq. Bu scream olacaq, 2 yəni olacaq A. Bu bizim dərsliyimizdə olan sözlərdəndir. Sonra baxırıq. Feel that something bad will happen. Hiss edirsən ki, pis bir şey baş verəcək. Narahatsan. Yəni 1B, 2A, 3C. Doğru cavab Y variantı. 16-da oğlan götürdü. Baxın, burada isimin önündən sərbəstliyə çıxırıq. C variantını çıxıb şagird, B variantını çıxıb. Cümlə sonunda da asılı yerlikləri çıxsa, cavab nə tapıb? Y variantı doğru tapıb. 17-ci sualda məchulu istəyir bizdən. Məchulu seç. Biz də baxırıq cümlədə mübtəda, to be, köməkçi fiil və əsas fiilin V3 forması varsa, demək ki, doğru cavab budur. Digər variantlara diqqətlə baxın. Heç birində to be V3 qaydası yoxdur. 18-ci suala baxırıq. Yenə definition çıxıb qarşımıza. İkincisi bu artıq. Annoy, hirsləndirmək, bezdirmək. 1B variantı. Frighten, qorxutmaq. 2C, 3A şagird doğru yazıb. 19-cu suala baxırıq. 4-cü was your fourth grade teacher. Yəni, sən 4-cü sinif müəllimin deyir. O da deyir, filan kəs olub, xanım Smith olub. Demək ki, kim olub deyir. 19. Yəni, A. Gəldi 20-ci suala. Bizdən nə istəyir? Antonim istəyir. Noisy səs-küylüdürsə, quiet, sakit deməkdir. Cavab D. 21-ci sual. Mən qalacam mənim xalam gildə 2 həftə. Baxın, gələcək zaman və müddət var. Müddət varsa, müddət forla işlənir. 2 həftə sonra mənasında əslində in də işlənə bilər. Amma birinci tərəfin tərcüməsinə uyğun olaraq biz seçirik D. Haradasa, kim gildəsə qalanda I will stay at my aunt's, yəni at my aunt's house demək istəyir. Onların evlərində qalacam. 42 weeks, 2 həftə müddətində. Və gəldik 22-ci suala. Mübtəda xəbər uzlaşması of'un qarşısında one təkdədir deyə iz yazıblar. Doğrudur. 2-də isə of'un əvvəli təkdədir. Orada da iz yazıblar. Doğru yazıb şagird. Y variantı. 3-də and olanda was olmur. 4-də də pages cəmdətsə is olmur. Gəldik 23-cü suala baxırıq. Baxaq, burada nə var? Deyir ki, we played well. Biz yaxşı oynadıq. But didn't win, amma qazanmadıq. Biz yaxşı oynadıq, amma qazanmayıb. Ziddiyyət var, cavab ona görə D variantı seçib. Müğənni yeni mahnısını at the moment hansı zamanın zərfidir? Hal-hazırda deyir. At the moment cavab B yazıb, şagird doğru yazıb. Və 25-də negative meanings, yəni mənfi mənalar istəyir bizdən. Deməli, söz ehtiyatı yaxşı olmayan şagird bunları yaza bilməz. Deməli, peaceful, sakit, huzurlu, sülhsevər bu mənalarda işlənir. Ona görə 2 yanlışdır. Bizdən negativ istəyir. Confident, özgüvənli, bunu da götürmürük. Creative, yaradıcı, bunu da götürmürük. Geriyə nə qalır? 1 və 5 yazmalı idi şagird. Bu sualın cavabını səhv yazıb. Doğru cavab 1 və 5'dir. Create, yaratmaq, creative, yaradıcı, confident, özgüvənli, peaceful, huzurlu, sakit. Bunlar müsbət mənaları idi. Və gəldik essayimizə baxaq. Essaydə nə görürük? Essaydə baxırıq ki, baba nənə oturub kitab oxuyur. Bunlar çantaya nəsə yığırlar. Çöldə də bir nəfər maşına top qoyur. Demək ki, bunlar piknikə falan gedirlər, əşyalarını yığırlar. Sonra bunlar əşyalarını yığanda görürsünüz, bu qız artıq xatırlayır ki, çantanı evdə unudub. Bunlar yəqin ki, artıq bu əşyaları buradan götürürlər və baxır ki, çantanı unudub. Və nənə ilə baba onların ardınca o çantanı götürüb gətirirlər və bunlar piknik edirlər. Gəlin görək şagird nə yazıb. Deməli, şagird yazıb ki, it is sunny day, burada artiklı qoymayıb və nöqtə qoymayıb. Bəzən bu cür şagirdlər olur ki, nə qədər desən də cümlə yazanda nöqtə qoymurlar. The Browns decide to go to the picnic.
Tom, his sister and his mother make a basket for the picnic. Article'lar qoymayıb. When they make a basket, his grandparents read a newspaper. Baxın, burada davam edici zamanda qoymaq lazımdır. Onlar bunu edərkən, oristlər də qəzet oxuyurlar. When they are making, hətta burada packing demək daha uyğun olardı, çantanı yığmaq. Və valideynlər də həmən vaxtda kitabını, qəzeti oxuyurlar, davam edici desək yaxşı olardı. 1 hour later they arrived. Arrive şəhərə kəndə çatanda in olur, başqa yerlərə çatanda ət olur. Piknik üçün çatırlar, but they have a problem. Baxın, 1 saat ondan sonra çatırlar, amma onların bir problemi var. They forget, onlar unudurlar. Bax, unudurlar yox. Çatırlar, onlar unudurlar. Present perfect demək lazımdır. Ya da çatdılar, amma unutmuşdular. Past perfect demək lazımdır. Amma present simple-da da hekayələr qurmaq olur. Yəqin ki, bunu ciddi sərkimi qəbul etməzlər. They forget their picnic basket. Suddenly, birdən Tomun böyük valideynləri gəlir və onlar gətirirlər piknik səbətini. Brownlar mutlu olur və piknik və edirlər birlikdə piknik. Yəni, ümumi fikir şagird tam doğru çatdırıb. Minimum 3 bal yarım alacaq. Hətta ola bilər 4 yarım, 4 belə ala bilər. Yəni, göz yumsalar. Amma minimum şagirdin nəticəsi 3 yarımdır.